Gəlin mail müstəvi üzrə hərəkət başlarındakı sualları izah edim sizin üçün. Birinci sualda nə deyir bizim üçün? Deyir ki, cisim yuxarı hərəkət etdirilir. Sürtünmə qüvvəsinin istiqamətini göstərir. Mən bilirəm ki, sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönələn qüvvədir. Əgər hərəkət yuxarıdırsa, sürtünmə onun əksinə 5 istiqamətində yönələcək. Təbii ki, sürtünmə qüvvəsinin istiqaməti onda necə oldu? Y variantı 5. İndi keçək. İkinci sualda nə deyir? Tercih mail müstəvinin üzərində sükunətdədir. Sükunət, sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? İndi uşaqlar, baxın, mail müstəvidə mənim cismin sükunətdədirsə, təxminən biz düşünürük ki, indi cisim neyniyər? Sürüşüb aşağı doğru bir qədər meyl edər də. Elə deyim, düzdür, indi hərəkətsiz qeyd edib, amma özümüz bir məntiqdən düşünək ki, indi burada meyl etsə də necə meyl eləyəcək? Aşağı doğru. Və dedim ki, sürtünmə qüvvəsi də həmişə necə yönəlir? Hərəkətin əksi istiqamətində yönəlir. İndi aşağı doğru əgər sürüşərsə, meyl edərsə, sürtünmə necə yönələcək? Onun əksi, yəni yuxarı, o da hansı variantda verilib bizim üçün gördüyünüz kimi, onu da bizə D variantında qeyd edib. Keçək indi üçüncü sualımıza. Deyir ki, tercik mail müstəvi üzərində sükunətdədir. Dayağın reaksiya qüvvəsi hansı istiqamətdə yönələr? Reaksiya qüvvəsi həmişə səthə perpendikulyar olmaqla şaquli yuxarı yönələn qüvvəmizdir. İndi səthə perpendikulyar olmaqla şaquli yuxarı yönələn də gördüyünüz kimi ancaq harda verilib bizim üçün? A variantında, yəni 5 istiqamətindir. Keçək indi dördüncü sualımıza baxaq. Deyir ki, tercik mail müstəvinin üzərində sükunətdədir. Ağırlıq qüvvəsi hansı istiqamətdə yönələr? Ağırlıq da nə idi həmişə? Cismin mərkəzindən yerin mərkəzinə. Bu bizim cismimizdir. Gördüyünüz kimi bu cismin mərkəzindən yerin mərkəzinə də yönələn hansı bizim istiqamətimizdir? 5 istiqaməti, onu da harda verib bizə? D variantında. Keçək indi 5-ci sualımıza. Deyir ki, meyl bucağı alfa olan mail müstəvi üzərindəki M kütləli cismə təsir edən sükunət sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur? Uşaqlar, sükunət sürtünmə qüvvəsinin ifadəsi nə idi? mg sinus alfa. Sükunət sürtünmə qüvvəsi mg sinus alfaya bərabərdir. Ona görə cavab nədir? B variantı. İndi 6-cı sualımıza baxaq. Deyir ki, meyl bucağı alfa olan mail müstəvi üzrə hərəkət edən, cismə təsir edən sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur? Baxırıq ki, hərəkət sözü var. Hərəkət varsa meydana çıxan sürtünmə nə idi? Sürüşmə sürtünmə. Sürüşmə sürtünmənin də düsturu nə idi? mg kosinus alfa. Ona görə cavabımız nədir? A variantı. İndi baxırıq 7-ci sualda nə deyir bizim üçün? Deyir ki, kütləsi 2 kiloqram olan cisim meyl bucağı 30 dərəcə olan mail müstəvi üzərində sükunətdədir. Onda ona təsir edən sükunət sürtünmə qüvvəsini hesablayın. Sükunət sürtünmə qüvvəsinin ifadəsi nəyə bərabər idi uşaqlar? mg sinus alfaya. Kütləni verib 2 kiloqram. J'miz 10'dur. Sinusda 30 dərəcədə hansı qiymətini alıb? 2-də 1'i. 2'lər ixtisar getdi. Onda deməli mənim sükunət sürtünmə qüvvəm elə nəyə bərabər imiş? 10 Newtona cavab da olacaq. Əlbəttə ki, Y variantı. İndi 8-ci sualımıza baxaq. Nə deyir burada? Deyir ki, hündürlüyü 20 santim olan mail müstəvidən sürüşüb düşən cisim hansı sürət alır? Gəlin bir mail müstəvimizin şəklini çəkək. Deməli, bizə deyir ki, bu mail müstəvinin hündürlüyü nəyə bərabər imiş? 20 santima. H bərabərdir 20 santim. Və bu mail müstəvi üzərində olan cisim başlanğıc sürəti 0 olmaqla aşağı sürüşüb neynir? Gəlir düşür. Və elə düşən anda, yəni səthə dəyən anda bizdən istədiyi onun nə idi? Sürətidir, yəni son sürəti. İndi başlanğıc sürəti 0 olmaqla müəyyən hündürlükdən düşən cismin hərəkəti. Necə hərəkəti idi? Əlbəttə ki, sərbəst düşən. Sərbəst düşən cismin də məndən sürəti istəyir də gördüyünüz kimi. Sürətin neçə dənə ifadəsi var? 2 dənə. Biri gt idi, biri də nə idi? Kök altında 2gh. Əlbəttə ki, hündürlük veribsə bizim üçün sərf edən düstur budur. İndi 2 vurulsun, j'miz 10'dur. H-ı verib 20 santimetrə çevirəndə eləyəcək 20 bölünsün 100. Yəni 0,2 metr. Buradan da elə qeyd edeyim. İndi 0,2 10. 2'ni də 2'yə vuranda 4. 4'dən də kök nə çıxacaq? Əlbəttə ki, 2 metr bölünsün saniyə. Deməli bizim cisimimizin son sürəti nəyə bərabər imiş? 2 metr bölü saniyəyə bərabər imiş. O da hansı variantda qeyd olunub bizim üçün? A variantında qeyd olunub. Keçək indi baxaq 9-cu sualımıza. 9-cu sualda nə deyir bizə? Deyir ki, eyni bir cisim müxtəlif mail müstəvilərdə sürüşür. Hansı halda dayağın reaksiya qüvvəsi ən böyük olur? Uşaqlar. Deməli, baxın, sükunət sürtünmə qüvvəsinin düsturu nədir? mg sinus alfa.
Bir digər tərəfdən reaksiya qüvvəsinin düsturu nədir? mj kosinus alfa. Sürüşmə sürtünmə qüvvəsi nəyə bərabər idi? Müyənə. Gətirib də eni də yerinə qoyanda olacaq nə? Mü mj kosinus alfa. İndi bunların çıxarılışları da var. Çıxarılışların hamısını dərs izahımızda bircə qeyd eləmişəm hardan gəldiyini. Yaxud da bu şəkildə konkret də öyrənə bilərsiniz. Elə konkret öyrənməyiniz də yəni problemli deyil. İndi bizim üçün nədir burada? Deyir ki, reaksiya qüvvəsi. Reaksiya qüvvəsi nə istəyir? Böyük qiymət almasını. Reaksiya qüvvəsi böyük qiymət alan yerdə bucaq necə qiymət almalıdır? Kiçik. Çünki mən bilirəm ki, sinus, tangens bucaqdan düz asılı funksiyadır. Yəni bucaq artanda qiymət də artır. Amma kosinus da kotangensdir. Bucaq artdıqca qiymət azalır. Onda deməli yenə qeyd edirəm. Reaksiya qüvvəsinin böyük qiymət alması üçün bucaq kiçik qiymət almalıdır. Bucağın da kiçik olanı gördüyünüz kimi birincidə verilib. Yəni cavab olacaq nə? C variantı. Keçək indi baxaq 10-cu sualımıza. 10-cu sualda nə deyir bizə? Reaksiya qüvvəsi ən kiçikdir. İndi reaksiya qüvvəsinin kiçik qiymət alması üçün bucaq böyük qiymət almalıdır. Çünki bucaq artdıqca kosinusun qiyməti kiçilir. Reaksiyada mj kosinus alfa olduğu üçün qiyməti azalacaq. Onda bucağı baxım görüm ən böyük hansıdır? 4-cüdə, yəni cavab B variantıdır. İndi keçdik 11-ə. 11-ci sualda nə deyir bizə? Müxtəlif mail müstəvilər üzrə sürüşən eyni kütləli cisimlərə təsir edən sürüşmə sürtünmə qüvvəsi hansı halda ən böyükdür? Sürüşmə sürtünmə qüvvəsi də dediyi nəyə bərabərdir? Mu mj kosinus alfaya. İndi bizə deyir ki, kütlələr eynidir. Bir digər tərəfdən j onsuz da sabit kimi bir şeydir. Bütün hallarda sürtünmə əmsalları da eyni qeyd edib. Deməli, dəyişən bir dənə nə qaldı? Bucaq. Bucağa görə sürüşmə sürtünmə qüvvəsi nə edəcək? Dəyişəcək. İndi sürüşmə sürtünmə qüvvəsinin hansı qiymətini istəyir? Bizdən böyüyünü istəyir. Onda bucaq necə qiymət almalıdır? Dedik axı, sinus tangens düzdür, kosinus kotangens tərsdir. Kiçik qiymət almalıdır, bucağı da kiçik harda verilib? Birincidə, o da C variantında qeyd olunub. 12-də isə sürüşmə sürtünmə qüvvəsinin ən kiçik qiymətini istəyir. Orada ən böyüyünü demişdi, bəli. Burada indi ən kiçiyini istəyir. Ən kiçik qiymətini alması üçün bucaqla tərs asılı. Bucaq böyük qiymət almalıdır. O da 4-cüdədir. Yəni cavab olacaq B variantı. İndi 13-də nə deyir bizə? Deyir ki, müxtəlif mail müstəvilər üzərində eyni kütləli cisimlər sükunətdədir. Hansı halda cismə təsir edən sükunət sürtünmə qüvvəsi ən böyükdür? Dedik ki, sükunət sürtünmə qüvvəsi nəyə bərabərdir? mj sinus alfaya. Və bucaq dedik artıq sinusda, tangensdə necə aslıydı? Bu funksiyalarda bucaqdan düz aslıydı. Yəni bucaq artdıqca qiymət nə edirdi? Artacaqdı. Onda müqayisəmizi gəlin aparaq. Deməli, sükunət sürtünmə qüvvəsinin ən böyüyünü istəyirsə, bucağın ən böyüyü ilə bucaq da harda ən böyük qiymət alıb? 45 dərəcə 4-cüdə. Ona görə cavab nə olacaq? D variantı. Keçək indi 14-də baxaq. 14-də deyir ki, sükunət sürtünmə qüvvəsi ən kiçik qiymət alsan, dedik mj sinus alfadır. Sinus da bucaqdan düz asılı funksiyadır. Bucaq kiçik qiymət alan yerdə qiymət də kiçik çıxır. O da birincidə, yəni cavab olacaq nə? A variantı. Keçək indi baxaq 15-ci sualımıza. 15-də nə deyir bizə? Mail müstəvinin meyil bucağını azaltdıqda. Bucaq azalanda sükunət sürtünmə qüvvəsi və dayağın reaksiya qüvvəsi. Yəni buradan ayrılıqda göstərim. Deməli, dedik ki, sükunət sürtünmə qüvvəsi nəyə bərabərdir? mj sinus alfaya. Əlbəttə ki, bucaq azalan yerdə sinus da bucaqdan düz asılı funksiya olduğu üçün qiymət azalacaq və sükunət sürtünmə qüvvəsi nə edəcək? Azalacaq. Ona görə cavab A, C, həmçinin burada elə başqa yox, digərləri uyğundur. Reaksiya qüvvəsi isə mj kosinus alfadır. Kosinus da isə əksinə bucaq azalan yerdə qiymət nə edir? Artır. Onda reaksiya qüvvəsi nə edəcək? Artacaq. Azalar artar. Gördüyünüz kimi harda verilib bizim üçün? B variantında. İndi uşaqlar, gəlin 16-cı sualımıza baxaq. Nə deyir bizə? Deyir ki, mail müstəvi üzrə cisim sürtünməsi sürüşür. Mail müstəvinin meyil bucağını azaltdıqda təcil necə dəyişər? Təzyiq qüvvəsi necə dəyişər? Birincisi, gəlin burada biz bu cismə təsir edən qüvvələrin istiqamətlərinin hamısını təyin edək, ondan sonra nəticələrimizi çıxaraq. Mən bilirəm ki, hər bir cismin mərkəzinə, yerin mərkəzinə doğru yönələn qüvvəmiz hansı qüvvədir? Ağırlıq qüvvəmiz. Daha sonra mən bu ağırlıq qüvvəsini başlayırdım nə etməyə? Toplananlarını ayırmağa. Ağırlıq qüvvəsinin bir toplananı bu şəkildə yönələcək təbii ki, bir toplananda necə yönəldi? Bu şəkildə. İndi səthdən alfa bucağı yaradan sadə mexanizm idi mail müstəvi. Təbii ki, burada da bizim bir meyil bucağımız, yəni alfa bucağımız var. Və qarşılıqlı bucaqlara görə bura alfadırsa, burada alfadır. Və mən də dönə-dönə qeyd eləmişdim ki, bucaq yaradan tərəf həmişə nədir uşaqlar? Kosinus toplananı. Onda bu olacaq nə? mj kosinus alfa toplananı. Təbii ki, bu biri toplananımızda nə olacaq?
mj sinus alfa toplananı. İndi məsələnin şərtini oxuyaq. Məsələdə nə deyir bizim üçün? Deyir ki, cisim mail müstəvi üzərində sürüşür. Təbii ki, sürüşürsə aşağı doğru sürüşər də, yuxarı doğru sürüşmə yoxdur axı. Və plus təcili soruşursa, deməli necə sürüşürdü? Təcildən. Onda təcilin istiqamətini necə yönəldi? Aşağı doğru. Bax bu şəkildə. Bir digər tərəfdən mən bilirəm ki, artıq bizim cismimiz aşağı doğru hərəkət edirsə, sürüşürsə, sürüşmə sürtünmə qüvvəsi necə yönələcək? Hərəkətin əksi istiqamətdə, baxın, bu şəkildə yuxarı. Bütün qüvvələrin hamısını biz təyin elədik. İndi üfüqi toplananlara baxaq. Yəni bir sözlə üfüqi səthdə bu cismə təsir edən bütün qüvvələrimə baxıram. Biri mj sinus alfadır, biri sürtünmə qüvvəsidir. Plus baxıram ki, artıq təcillə də sürüşdüyü üçün F əvəzləyici sıfıra bərabər deyil. Təcili varsa əlbəttə ki, qüvvə də var. İndi 2 və daha artıq qüvvə də olduğu üçün əvəzləyiciyə gedirik. Yəni F əvəzləyici bərabərdir nəyə? MA-ya. mj sinus alfadan F sürtünmə necə yönəldi? Əks istiqamətdə olanda necə tapılır əvəzləyici? Çıxılaraq. Yəni mj sinus alfa çıxılsın. F sürtünmə bərabərdir nəyə? MA-ya. Plus bir digər tərəfdən məsələnin şərtində bizə deyir ki, baxın, sürtünməsi sürüşür. Yəni bu deməkdir ki, sürtünməni nəzərə alma. Onu mən sürtünməni attım getdi. mj sinus alfa bərabər imiş nəyə ilə? MA-ya. Hər tərəfdən m'ləri də artıq ixtisar aparanda nə qalacaq? A bərabərdir J sinus alfa. İndi məsələdə nə demişdim? Meyl bucağını azaltdıqdır. Əlbəttə ki, bucaq azalanda sinus bucaqdan düz asılı funksiya olduğu üçün təcil də deməli nə edəcək? Azalacaq. Ona görə cavabımız elə 1-i 2-dir. Keçdik indi təzyiq qüvvəsi. Təzyiq qüvvəsi, reaksiya qüvvəsi, çəki, bunlar hamısı eyni ifadələrdir. Biz bilirik ki, reaksiya qüvvəsi necə yönəlir uşaqlar? Səthə perpendikulyar olmaqla həmişə şaquli yuxarı. Onda baxın elə, reaksiya qüvvəsi bu mj kosinus alfa toplananın əksi istiqamətdə şaquli yuxarı yönəlirdi və bu cisim də yuxarı qalxmırdı. Həmçinin bir digər tərəfdən dibə çökmürdü, yəni uçmurdu. Həmçinin dibə çökən bir cisim deyildi. Onda deməli şaquli toplananlar bir-birinə nə eləmişdi? Kompensasiya eləmişdi. Yəni reaksiya qüvvəmiz mj kosinus alfaya buradan gəlib artıq çıxmışdı. Təbii ki, reaksiya qüvvəsi mj kosinus alfadır, təzyiq qüvvəsi də, çəki də. İndi bizə nə demişdi? Bucağı azaltdıqda. Kosinus artıq bucaqda necə asılı funksiyadır? Tərs asılı. Bucaq azalan yerdə. Onda bizim təzyiq qüvvəmiz, reaksiya qüvvəmiz, çəkimiz nə edəcək? Artacaq. Onu da baxırıq, harda verib bizim üçün? Onu da baxırıq, 4-də verib. Yəni cavab nə olacaq? 2, 4. İndi keçək deməli, baxaq burada. Gəlir bizim hansı sualımız? 17-ci sualımız. 17-ci sualda nə deyir bizim üçün? Deyir ki, mail müstəvi üzrə sürüşən, sürtünməsi sürüşən cismin kütləsini azaltsaq. İndi eyni şeydir, artıq bir də çıxarılışa getməyək. Təcil nə idi? J sinus alfa. Bu düsturda kütlə deyilən bir kəmiyyət varmı? Yoxdur. Ona görə təbii ki, təcil nə edəcək? Sabit qalacaq. Çünki bizə kütləni dəyişən verir, burada da kütlə yoxdur, onda kütlənin dəyişməsidir. Təcili heç bir dəxlisi olmayacaq, təcil dəyişmədir. Daha sonra təzyiq qüvvəsi dedik nəyə bərabərdir? mj kosinus alfa. Baxıram, kütlə azalan yerdə. Məsələdə nə demişdik? Kütlə azaldı. Kütlə azalan yerdə təzyiq qüvvəsi, reaksiya qüvvəsi, çəki nə edəcək? Azalacaq. Ona görə burada da doğru cavabımız nə oldu? Təbii ki, 3 və 5. Bu da bizim doğru cavabımızdır. Gəlin burada 18-ci sualımıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, kütləsi 6 kiloqram olan cismi meyl bucağı 30 dərəcə olan mail müstəvi üzərində saxlamaq üçün müstəviyə paralel istiqamətdə 20 Newton qüvvə tətbiq edilir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsini hesablayın. İndi mən bilirəm ki, əlbəttə ki, kütlə nəzərə alınırsa, hər bir cismin mərkəzindən, yerin mərkəzinə doğru yönələn hansı qüvvəni nəzərə almalıyıq? Ağırlıq qüvvəsini. Və bayaqki sualda da qeyd elədik. Bu halda biz ağırlıq qüvvəsini nə etmişdik? Mail müstəvidə toplananlarını ayırmışdıq. Bu bizim olmuşdu mj kosinus alfa toplananı, çünki bucaq yaradan tərəf idi. Əlbəttə ki, bu isə hansı toplananımız idi? Bu isə bizim mj sinus alfa toplananımız idi. İndi mən baxıram ki, bizim məsələmizin şərtində deyir ki, sükunət sürtünmə qüvvəsi hansı qiymətə malik olmalıdır ki, bizim cisimimiz nə etsin? Gördüyünüz kimi mail müstəvi üzərində qalsın. Mail müstəvi üzərində mən onu saxlamalıyım, hərəkətsiz olmalıdır. Baxırıq ki, bizə burada mail müstəvidə artıq üfüqi toplananlara diqqət edirik. Çünki
Bu cisim neynir? Ya burada gördüğünüz gibi bu üfüqi səth üzrə ya yuxarı qalxır, ya aşağı düşür. İndi sözsüz ki, bizə deyir ki, neynəsin? Ümumiyyətlə hərəkət etməsin, mail müstəvi üzərində qalsın. Yəni sözümün canı odur ki, hansı səthdə hərəkət edir? Üfüqi səthdə. Ona görə mən də təbii ki, onu hərəkətə gətirən hansı toplananlara baxmalıyam? Üfüqi toplananlara. Üfüqi toplananlardan biri mj sinus alfadır. Ki, nəyə bərabərdir? Gəlin onu hesablayıb tapaq. Deməli, F bərabərdir mj sinus alfa, kütləsi 6 kg-dur, J 10-dur, sinus da 30 dərəcədə mötərizədə verib 0,5, onda nəyə bərabər imiş? 30 Newtona. Deməli, aşağı tərəfdə bizim tətbiq olunan qüvvəmiz 30 Newtondur. Yuxarı tərəfdə isə bizim bu qüvvəmizi baxırıq ki, nə vermişdi? 20. Onda sükunət sürtünmə qüvvəsi, əlbəttə ki, bizim üçüncü qüvvəmiz, yəni sükunət sürtünmə qüvvəmiz necə yönəlməlidir? Birincisi, ümumiyyətlə, sükunət sürtünmə qüvvəsi necə yönəlir uşaqlar? Bu mj sinus alfa toplananın əks istiqamətindədir, elə deyilmi? İndi mj sinus alfa toplananın əks istiqaməti lap onu da qoyaq kənara. Baxıram ki, bizim aşağı 30, yuxarı 20. Təbii ki, sükunət sürtünmə qüvvəsi də yuxarı doğru bir 10 Newton qüvvəyə malik olaraq yönəlməlidir ki, yuxarı yönələn qüvvələrlə aşağı yönələn qüvvələr bir-birini kompensasiya eləsin və bunun nəticəsində cisim neynəsin? Mail müstəvi üzərində qalsın. Saxlaya bilək, hərəkət eləməsin. Təbii ki, onda baxırıq ki, bizim elə sükunət sürtünmə qüvvəmiz necə yönələcək? Baxıram, yuxarı doğru 10 Newton qüvvə ilə, lap belə tapaq indi. Deməli, mj sinus alfa çıxılsın F bərabərdir nəyə? F sükunət sürtünmə qüvvəsinə. mj sinus alfamız 30 idi, bu da 20 idi. Sükunət sürtünmə qüvvəmiz tapdıq ki, elə burada nəyə bərabərdir? 10 Newtona, heç ona ehtiyac yoxdur. Dediyim kimi, gördüyünüz kimi elə şifahi şəkildə, yəni gözdən artıq biz bunu görə bilirik.